Eid-i Novruz, Novruz bayramı günü. Yəni baharın ilk günü bayramı. Novruz bir bayramdır ki, İslamın tövsiyə etdiyi bayramlardan olmasa belə, lakin özündə gözəl xüsusiyyətlərə cəm etdiyi üçün müqəddəs İslam dinimiz bu bayram keçirməkliyi tövsiyə eləyir, təsdiq eləyir. Əgər biz tarixə baxsaq, Novruz bayramı tarix etibarı çox qədimi zamanlara dayanır və tarixdə bir neçə mühüm hadisələr məhz həminki gün baş vermişdir. O cümlədən Hz. İbrahim Peyğəmbərin Kəbə evinin içində olan bütləri dağıtdığı gün, Hz. Əli əleyhissalamın Peyğəmbər tərəfindən Qədirxan bayramında möminlərin əmiri təyin etdiyi gün və həmçinin İmam Zaman əleyhissalamın Ərvah Nalfidanın zuhur edəcəyi gün məhz həminki gün təsadüf edəcəkdir. Əvvəldə qeyd etdik ki, doğrudur ki, müqəddəs Ramazan ayı, Qurban bayramı ki, İslamın bayramlarından hesab olunur. Novruz bayramı bayramlardan olmasa belə, özündən gözəl xüsusiyyətlər cəm etdiyi üçün İslam dini bu bayramı keçirtməyi tövsiyə edir. Belə ki, 6-cı imamımız İmam Sadiq əleyhissalamın zamanında bir dəstə möminlər, şeylər gəldilər imamın huzuruna. Gəldə dedilər ki, Yəbnə Rəsulullah, ey Peyğəmbərin balası, İmam Sadiq, cəmiyyətimizdə şiə təbəqəmiz, möminlər, müsəlmanlar Novruz adlı bir bayram qeyd edirlər. Bunu keçirtməyən bir işqalı var, bir müşkülü var, yoxsa yox. İmam Sadiq əleyhissalam buyurdu ki, deyin görüm o bayramda insanlar nə iş görərlər? Buyurdular ki, ağacan bu bayramda insanlar evlərini təmizləyərlər, ev əşyalarını yeniləyərlər, paltarlarını təmizləyərlər, yeni paltarlar alarlar, küsüzlər barışar, şəhid ailərinə baş çəkərlər, qaziləri yoxlayarlar. İmam Sadiq əleyhissalam bu gözəl xüsusiyyətləri eşidəndən sonra buyurdu ki, ey kaş hər günümüz yeni bayram ola, yeni gün ola, günahsız keçən gün ola, hər günümüz günahsız bir bayram ola. Ki, bu gözəl xüsusiyyətlərə görə İmam Sadiq əleyhissalam buyurdu ki, bu gözəl xüsusiyyətlərə görə bu bayramı keçirtməkliyin heç bir işqalı yoxdur.